Gözlərimdə babamın nur baxışı, dağ vüqarı, əzəmətli duruşu. Qulağımda nənə, baba səsi var. Hər birinin isti, xoş nəfəsi var. O el ağsaqqalı, sözü nur kimi, nurani bir insan, özü pir kimi. Kəndində tanınar daim hörmətlə, sevilər qəlblərdə dərin izzətlə. Onunla nur hopdu neçə gözlərə, təbəssüm qovuşdu neçə üzlərə. O kəndin, o elin ağsaqqalıydı, hər kəsin qəlbində idealıydı. Baxışı qürurlu, sözü kəsərli, hər sözü, əməli, özü dəyərli. Döydü qapısını dərdli olanlar, razı qaldı ondan yardım alanlar. Verərdi təskinlik, bəzən məsləhət, onun ürəyində vardı mərhəmət. Bəzən də bir ovuc ümid verərdi, hamıya ürəkdən kömək edərdi. Qaranlıq yollara nur, işıq oldu, məclisdə geyimi yaraşıq oldu. Səliqə səhmanlı, ədəb ərkanlı, hər kəsə olmuşdu o istiqanlı. Onun həyətində gözəllik vardı, həyətdə təmizlik sanki bahardı. Abadlıq işləri, səliqə səhman, gönüllər oxşuyub kənddə bu ünvan. Əlləri dəyəndə torpaq dirilər, ağaclar sevinib, çoxlu bar verər. Onun bağçasında şəfəq saçardı, ətirli çiçəklər, güllər açardı. Təbiət sevinər, bağ-bağça açar, günəş bağçasına hey işıq saçar. Babamın əlindən xeyir doğardı, içindən hər zaman sevgi yağardı. Düşmüşdü bağ-bostan kənd sorağına, hər bir kəs gələrdi onun bağına. Ürəklə meyvədən yeyib dadardı, yedikcə insanlar dadın duyardı. Bağıyla heç zaman öyünməzdi o, əkərdi, biçərdi, yorulmazdı o. Çörəyi, neməti hər kəsə böldü, xeyir bölünəndə çoxalar, dedi. O böyük sənətkar, o böyük usta, hər işdə davranar təmkinlə, asta. Şura babam sadə, həm ciddi insan, onun işlərində olmayıb nöqsan. Babamın bir sözü qulağımdadır, hər şeyin qanunu, qaydası vardı. Qanuna, qaydaya əməl edərdi, haqqın yanında öndə gedərdi. Dirilir əlində sınmış alətlər, can tapır, danışır donmuş alətlər. Xariqə yaradır hər toxunuşu, çözür çətinliyi onun baxışı. Sürücü mexanik əsl peşəsi, o kəndin, kolxozun canlı nəfəsi. Bütün texnikalar ondan güc aldı, kolxoz cana gəldi, öndə ucaldı. Kombaynlar taxıl biçir tarlada, gözəl günlər ötüb keçir tarlada. Traktorlar çıxartdıqca gür səsi, insanların işə artır həvəsi. Kolxozda babamın xoş izi vardı, kolxoz rəhbərinin bir sözü vardı. Kənddə Şura kişi bizə çox əziz, onun əllərindən doğulmuşuq biz. Rəhbərlik babama təşəkkür etmiş, onu təltif edib medallar vermiş. Amma babam üçün ən böyük qiymət kənd sevgisi ilə qazanıb hörmət. Böyüklə böyükdür, kiçiyə kiçik, uşaqla, nəvə ilə tapardı dinçlik. Hamıya olmuşdu babam mehriban, yaşatdı babamı dürüstlük, vicdan. İnsanlıq məktəbi olub hər yolu, xoş günlər bəxş edib onun nur yolu. Sözünün çəkisi, kəsəri vardı,
hər kəsin könlündə xoş iz qoyardı. Ürəyində bitməz qayğı gəzərdi. Hər kəsin dərdini, dərdi bilərdi. Əlindən gəlməyən bir iş yox idi. Hər işdə uğurdan eniş yox idi. Qəlbində ən böyük qiymətli sənət, yaxşı bir insandı içində zəhmət. Baba xatirəsi bitməz, silinməz. Babaya sevgimiz heç zaman bitməz.